UFC Azərbaycanda Tofiq Musayevin uduzmağı ilə bağlı bir-iki fikir bölüşmək istəyirəm. Məncə problem nədədir? Tofiqin UFC-yə verdiyi intervyuda da, ondan əvvəl bəzi radio verilişlərində falan verdiyi intervyularda da mən eşidirdim ki, Tofiq deyir ki, bizim üçün fərqi yoxdur. Elə bir təklif olmayıb ki, bizə rəqib versinlər və biz imtina eləyək, rəqibdən atqaz eləyək. Elə problem də əslində bundadır. Burada döyüşçünün menecerləri maksimum çalışmalıdırlar ki, öz döyüşçüləri üçün düzgün rəqib seçsinlər. Hansı ki, o rəqibin hesabına onların döyüşçüsü öz potensialını maksimum göstərə bilsin. Misal üçün, Conor McGregor'ın UFC-də qalxmağı, ulduz olmağı. Conor McGregor counter-striker'dır. Yəni counter-puncher'dır. Hansı ki, onun üstünə əgər rəqib gəlirsə, o çox rahatlıqla öz oyununu oynaya bilir. Və açıq baxaq UFC-də Conor McGregor'ın ilk döyüşlərinə. Onun üçün hansı rəqibləri seçmişdilər? Hamısı aqressiv şəkildə rəqibin üstünə gedən döyüşçülər idi. Və elə də Conor McGregor onların hamısını nokaut eləyirdi. Ona görə də ona elə rəqibləri verdilər ki, o öz potensialını maksimum göstərə bildi. Yəni problem ondadır. Menecerlər, döyüşçülərin menecerləri maksimum çalışmalıdırlar ki, öz döyüşçülərinə uyğun rəqib tapsınlar. Həmin gecədə də UFC Azərbaycanda da, misal üçün, orada Nazim Sadıqovun rəqibini versəydilər Tofiqə, tamam başqa bir nəticə görərdik orada biz. Ən azı Tofiq qalib olmasa da, gecənin döyüşü olacaqdı 100%. Qalan o kimlər ki deyirsə ki, yox, bizim döyüşçülər UFC-yə hazır deyil. Yəni UFC-yə necə hazır olmaq lazımdır ki, mən onu başa düşmürəm. Orada WWE-dən heç döyüşdən anlayış olmayan, misal üçün CM Punk gəlib vuruşub, CM Punk'ın da rəqibi olub UFC-də adi operator işləyən bir adam. Yəni UFC-də o qədər belə mənasız döyüşçülər var ki, hansı ki, yəni çox aşağı səviyyədə döyüşən adamlardır. Bizdə yəni kifayət qədər güclü döyüşən uşaqlar var Azərbaycanda. Sadəcə olaraq menecerlər düzgün işləməlidirlər döyüşçünü qabağa çəkmək üçün.